Hər bir qadına ildə bir dəfə ən azı süd vəzi müayinəsindən keçməyə tövsiyə olunur. Xüsusilə bura ultrasəs müayinəsi aiddir. Ultrasəs müayinəsi həm profilaktik, həm diaqnostik məqsədi ilə aparılır. 30 yaşından yuxarı olan xanımlar bu müayinədən mütləq şəkildə keçməlidirlər. Profilaktik məqsədi ilə sıx toxumalı süd vəzlərdə, ailə tarixçəsində süd vəzi xərçəngi olanlarda, BRCA mutasiyası aşkarlananda və hormon terapiyası alan qadınlarda aparılmalıdır. Diaqnostik məqsədi ilə süd vəzidə bərklik, ələ gələn kütlə, yara, portağal qabığı şəkli və yaxud qanlı, şəffaf, qeyri-adi bir ifrazat olduqda, həmçinin mammoqrafiyada öncədən aşkar olunan törəmənin strukturunu dəqiqləşdirmək üçün bu müayinə aparılmalıdır. Eyni zamanda bu qrupa hamiləlik və laktasiya dövründə olan xanımlar da aiddir. Müasir zamanlarda süd vəzi və plastik və konstruktiv cərrahiyyə əməliyyatı öncəsi də müayinə aparılmalıdır. Sağlam olmaq üçün ilk addım qorxmaq deyil, müayinə olmaqdır.